gec yatıram, görürəm ki, nəsə yorğunluq var. Ya. Bu boyda şey eləyirsən, nə bilim, idman eləyirsən, yox eləyirsən, sıramda nəsə yorğunluq var. Vaxtında yatmaq lazım. Saat 11:00. Ha, mən çünki o nə ilə müqayisə edirdim? Ondan əvvəlki vaxtlarda mən daha tez yatırdım, saat 10-da. Demək olar ki, 11-də yatmaq vaxtıdır, mütləqdir. Yatırdım və saat 3-də 4-də dururdum. Mənim həyatım o vaxtı başlayırdı, yəni. Hə, bu da biraz qəribədir. İnsan bilmirəm, indi yəni öyrəşməklə daima o rejimdə ola bilmirsən də. Belə deyim. Nəsə elə bil ki, biraz o başqa bir misal var. Deyir ki, arada bir deyir o biraz o şokoladdan istəyirsən dadasan, o koladan istəyirsən içəsən, nəsə belə ziyanlı şeylərdən dadmaq istəyirsən sanki. İnsan yəni elə bil ki, stabilliyə eləmir. Yuxarı gedir, aşağı gedir. Belə özünü yelləndirir. Yelləndirməsin. Mən niyə yelləndirmirəm? Bilmirəm ya. Bax mən özümdən gedirəm. Siz dediniz ki, gecə saat hərdən arada bir siz gedirəm, bu yoldan gedirəm, qəşəng bir özüm bir rejimə salıb. Mən bir müddət onu pozmaq istəyirəm. Bilmirəm yəni nə ilə əlaqədardır, amma insan sanki bunu yaşayır, onu da yaşamaq istəyir.